15-ci tapşırığı. Baxırıq. P, N, K, M, R, Q. Uşaqlar, burada O, M yazılıb, səhvdir, yəni Q olmalıdır. Deyir ki, G və K uşası P, G, R bucağını gizliyə bölüb. Mən buna Q deyəcəm də, yəni Q, M bucağın K, Q, R bucağını təm bölür. Yəni, baxın. 2 bərabər bucağa bölür. Qn bucağı K, baxın bu bucağı K, Q, P-ni isə təm bölür. Deməli, təm bölənləri bildik. İndi MQR 22 dərəcədir. Təm bölürsə burada 22-dir. Ümumi PQR bizdə 126-dır. 126-dan bu 20, 22, 22, 44-ü çıxırıq. 82. Demək, yerdə qaldı bu bucaqlar bizdə. Bunların da təm bölən olduğuna görə 82-ni 2-yə bölür. 41. Demək, hər birinə 41 dərəcə düşdü. ABC açıq bucaqdır. BM şüası CBN-i təm böləndir. Baxın. Bu CBN-in təm böləndir. CBN-in təm böləndir. Təm böləndirsə bərabər bucaqlara bölür. ABN 134-dür. ABN 134-dür. Baxın, bura 134-dür. Yerdə qaldı nə? NBC. Baxın, bu açıq bucaqdır. Əgər buranı 134 verirsə, açıq bucaq 180-dən 134-ü çıxırıq. 46. Demək, yerdə qaldı nə? Bu bucaqlar. Baxın, bu bucaqlar. Hər biri təm böləndir deyə 46-nı bölürəm 2-yə 23. Demək, bu bucaq da 23-dür, bu bucaq da 23-dür. Görək nəyə soruşur? CBM-in adlandıram A, M, C, CBM-in dərəcə ölçüsü neçədir? 23. MBN-in dərəcə ölçüsü nədir? O da 23. Bu qədər sadə. Burada 23-dür, burada 23-dür. İndi MON açıq bucaqdır. OF şüası NOY-nin bucağının təm böləndir. Yəni, burada bucaq eynidir, bu bucaq da eynidir. OF təm böləndir. Demək, NOY-nin təm böləndir. Ona görə bucaqlar eynidir. EOF 60 dərəcədir. EOF. Bura 66 dərəcə. 66, 60. EOF 60-dır. 66-dır.
yazsa, burada 66'dır uşaqlar. Demək, açıq bucaqdır. Baxın, bu tənbölən idi bu. Bura 66'dır.